addım atmalıyam ki, hamı tərəfindən bəyəniliyim, yaxşı oğlan və yaxud da yaxşı qız kimi ad qazanım, belə deyəm. Sonra beşinci mərhələmizdə isə olacaqdır sosial müqavilə. Burada da fərdi hüquqlar ön planda dururdu. Əsasən belə deyək ki, insani dəyərlər, inanclar, hüquqlar ön planda dururdu. Burada da bərabər imkanlar, eyni bərabər formada keçməlidir hər şey. Sonra sonuncu ən üst səviyyə isə universal əxlaqi prinsiplərə, yəni əxlaq normaları burada nəzərdə tutulur. Bu da artıq belə deyək, vicdanlı, daxili vicdan daha ön planda dururdu. Hətta qayda qanuna zidd olsa bilər, yəni belə deyək də, həmin o dilinmada da olduğu kimi, məsəl üçün bu dilinmanı soruşurlar uşaqlardan. Orada məsəl bu desək ki, mən artıq bu qayda qanuna zidd olsa bilər, mən addım atmalıydım da. Çünki doğru olan buydu. O qadının sağlaması üçün, belə deyək. Sonra həmin bu nəzəriyyədə müəyyən üsullardan istifadə olunurdu. Bu üsullarda akvariumdur, debatıydı, simulasiya, rollu oyunlar. Bəli, müxtəlif üsullardan istifadə edə bilərik. İxtisas nə idi Aynurə xanım? Fizika. Aha, deməli, belə bir dilemma deyəcəm. Tutaq ki, bir nəfər dənizdə üzən zaman boğulur və digər bir şəxs, hansı ki, üzgüçülüyü bacaran bir şəxs gedir onu xilas etməyə. İndi burada gəlin məqsədlərə baxaq. Sual verirlər ki, sən onu nə üçün xilas etdin? O da deyir ki, insandır. Yəni, mənim məqsədim o insanın həyatını xilas etməkdir. Bu, universal əxlaqi prinsiplərə. Doğrudur. Ən üst səviyyədə. Və yaxud da deyir ki, yəni ona görə gedib xilas etdim ki, qoy desinlər, görürsən necə qəhrəman insandır. Bu, şəxslər arası qəbul olunma olacaqdır. Və yaxud da deyir ki, mənim vəzifəm budur. Burada mən belə şeylərə nəzarət edirəm. Yəni, gedib onu mən çıxarmasaydım, məni işdən azad edəcəkdilər. Bu, itaət və cəza olacaqdır. Və yaxud da deyir, mən ona gedib kömək etdim ki, o da mənə nə vaxtsa kömək edəcək. İndividualizm olacaq. İndividualizm. Və yaxud da, misal üçün, deyir ki, mən onu gedib xilas etməzdim. Məsələn, bir şəxsə sual verirlər, sən gedib xilas edərdin. Deyir, xilas etməzdim, gedərdim. Məsələn, buradakı səlahiyyətli şəxsə müraciət edərdim ki, gəlib xilas etsin. Bu olacaqdır, səlahiyyət və sosial nizam. Və yaxud da deyir ki, o da insandır, onun da yaşamaq hüququ var. Bu, sosial müqavilə olacaqdır. Fərdi hüquqlar. Bəli. Yəni, o da insandır, onun da hüququ var, onun da yaşamaq hüququ var. Necə biz yaşayırıq, yəni bərabər imkanlar, hüquqlarını... Bərabər imkanlar. Belə. Çox gözəl, maraqlı nəzəriyyədir, amma bu nəzəriyyəyə aid necə suallar düşür? Deməli, onu mən indi sual-cavabdan sonra ümumi sizə sual verəcəm, məntiqi tutun deyə. Situasiyanı verir və demir ki, məsələn, deyirlər, müəllim, nəzəriyyələrdən suallar düşmür. Bəli, nəzəriyyələrdən suallar düşəndə nə psixoloqun adını çəkmir sertifikasiyada, nə də ki, nəzəriyyənin adını çəkmir. Situasiyanı verir. Deyir ki, bu situasiya ilə bağlı doğru fikri seçin. O situasiyanı oxuyuruq. Müəyyən edirik ki, bu hansı mərhələdir və variantlarda da müxtəlif situasiyalar verilir. Bax, indi verdiyim situasiyalar kimi. Həmən o, hansı ki, sualda verilən situasiya, məsələn, tapıram ki, individualizmdir. Qoyuram bir kənara. Variantlarda da hansında individualizm aid situasiya varsa onu seçəcəyik. Bu tipdə suallar ümumi indi qutarandan sonra sual-cavab edəcək Aynurə xanım. Deməli, siz də dediniz fizikadır. Şagird Azərbaycan fiziklərinin, yəni Azərbaycan belə deyək də fizika tarixində oynadığı rolu müəyyənləşdirir. Bu əslində müəyyənləşdirmək belə konseptuala gedir, amma dəyərləndirmə də götürmək olar mühümcə. Üç bacını deyin də, üçün də deyin. Bilik, taksonomi, təfəkkür. Dəyərləndirmə, konseptual. Təfəkkür bacı qaldı. Birinci oldu konseptual. Sonra təhlil, dəyərləndirmə və tənqidi. Düz olundu. Tamamilə doğru. Əla. Əlaçı. Artıq biz belə deyək də püxtələşmişik bu mövzuda. Artıq sual vermirəm nə üçün. Çünki artıq bu mövzuları dərindən keçmişik. Mövzumuz nə olur olsun imtahana kimi mən sizə bu üçlüyü həmişə səsləndirəcəm burada. Artıq soruşmuram nə üçün oldu, nə üçün. Çünki nə üçün artıq biz bilirik. Çünki artıq bu işdə professionalıq. Eləmi? Əla. Əla. Aynurə xanım. Davam edək. Nigar təsbih.